Neden okuyacağım ben? Yaxşı. Təəssüratınızı bilmək maraqlı olan. Doğrudan. Qoy, mən istərdim ki, İradə xanımdan, İradə xanım öz təəssüratını bildirir. Mən təəssüratım gecə üçün yoxsa Bu ümumiyyətlə? gecə üçün. Bu gecə adi gecə deyil. Çünki o bizim orta əsrlərdən gələn qəhrəmanımızdır. Qəzəl janrı bilirsiniz. Qadın yazarı özdə qəzəl janrı. O həm oxunuş, həm davranış, həm səsinin tembri. Hər dəfələrlə qeyd eləmişəm. Füzulinin xaki payıdır. Vahid yadigarıdır. Nə desən yaraşır Mahcemal xanıma. Xanımlığı ilə, səviyyəsi ilə və zamanəmizdə heç kimin girişmədiyi bir janrla qadın olaraq bu anaları günündə bize bunu yaşattı. Bu sevinci. Herkes buradan sevinə getdi. Möhtəşəm bir gecə idi. Hələ bu gecənin ifariyasını biz yaşayacağıq. Belə düşünürəm. Başqa nə deyim? Deyiləcək sözlərin qalıb qalanı Mahcemalın boynuna. Çünkü o babalı Sərvərin boynuna deyirlər. Mən sizə deyirəm, hələ yazacaq. Hələ yaradacaq. Allah var eləsin hər birimizi. Mən ancaq öz minnətdarlığımı bildirirəm elə Tahir müəllim sizə ki, bax, belə bir gecədə bizim səsimizi yazdınız və İradə xanımın səsi özü çox böyük bir gözəllikdir. Mahcemal xanımın səsi də gözəldir. Onun səsi radyo, efir səsidir. Ama Mahcemal xanımın, İradə xanımın səsi isə səhnə səsidir. Rəhmətli, dahi Həkimə xanım Rozan Allah'ın səsidir.